Bəzən elə olur ki, məsələn, şəriətdən qalxır təriqətə, bu anəl-haqdır deyə bilər. Məsələn, zahidi pisliyə edə bilər, meyxanəni tərifliyə edə bilər. Amma sonra qalxandan sonra onu deməyəcək. Görürsən, bu söhbətlə o söhbət düz gəlməyə də bilər. Füzuli deyir ki, məsələn, pərişan xalqı avlamaqı əfxan etdiyimdəndir. Pərişan olmağım xalqı pərişan etdiyimdəndir. Cəmaat ona görə pərişandır ki, mən afəryad edirəm. Mən ona görə pərişanam ki, cəmaatı pərişan eləmişəm, narahat eləmişəm. Amma sonra böyüyəndən sonra o biri şeirlərində məsəl üçün yazır ki, ey müsəvvir yar timsalıyla surət vermədin. Orada deyir ki, ey Füzuli, öldün, əfxan etmədin, rəhmət sənə. Ahı əfxanın ilə xalqa əziyyət vermədin. Bəzi yerlərdə vəfasız deyə bilər sevdiyi hansısa bir varlığa. Amma bu demək deyil, o hələ həqiqətən vəfasızdır. Sonra onu düzəldib deyə bilər ki, əlbəttə, onda vəfa nə gəzir? Vəfa balaca sifətdə olsun. O siddiqdir, o sadiqdir. Sidq vəfadan da üstündür axı. Sədaqət. Gərdərsə Füzuli ki, gözəllərdə vəfa var, aldanma ki, şair sözü əlbəttə yalandır. Sidq başqa şeydir, vəfa başqa şeydir. Vəfasız sən kiməsə deyə bilərsən vəfasız. Elə bilərsən, sənin nəzərində o vəfasızdır. Sən ondan qışda morojne istəyirsən, o sənə vermir, sən ona vəfasız deyə bilərsən. Amma yuxarı qalxandan sonra başa düşəcəksən ki, o Leyli Məcnunda deyir, hikmətdə vəfadır etdiyim cövr. Çərxi fələk Füzuliyə cavab verir ki, mən öz rəyim ilə eyləmirəm dövr. Hikmətdə vəfadır etdiyim cövr. Əziyyət də versəm sənə, onun içərisində bir vəfa var əslində. Sən mənə vəfasız deyə bilərsən. Gözəllərdə vəfa, gözəllər sözü ki var, ümumiyyətlə, irfan ədəbiyyatında. 14 məsuma işarədir bu, bir mənalı olaraq. Xublər də deyərlər, gözəllər də deyərlər. Hələ ki, bir gözəl silsilə-i eşqinə düşdüm nagah. Silsilə-i eşq. Axı, bu dünyəvi olsa silsilə-i eşq nədir? Belə söz deyər Füzuli. Bir gözəl silsilə-i eşqinə düşdüm nagah. İstər 124 nür peyğəmbər, istər 14 məsum. Amma onlar hamısı əslində bir gözəldir ya. Hələ bir ki, Peyğəmbərimizdən bu günə qədər, qeybətə qədər, imamın qeybinə qədər, hələ bir ki, o 250 neçə ili bir adam yaşayıb elə bil. O dövrdə olsaydı belə eləyərdi, bu dövrdə olsaydı belə eləyərdi. Bir adamın ömrü. Deyir, bir gözəl silsiləyə eşqinə düşdüm nagah. İndi bildim səbəbi xilqəti Adəm neymiş. Adəmdən üzü boyana. Və yaxud da ki, Sabir Həzrət Peyğəmbərin meyracı üçün yazır da, deyir, Xösrəv-i Hüsnün əzizim, sən imişsən tacı. Peyğəmbərə yazır. Meyrac üçün deyəndə ki, Peyğəmbər üçün yazır. Deyir ki, Xösrəv-i Hüsnün gözəlliyin padşahlığı. Elə də, padşahın da tacı olmalıdır da. Deyir, Xösrəv-i Hüsnün əzizim, sən imişsən tacı. Xublər, yaxşıların hamısı ya, xublər cümlə sənin dərgahının möhtacı. Hamı istəyib ki, Peyğəmbər qalxan məqama qalxsın. Və hər adama da o qismət olmayıb. Bir də Əli əleyhissalamdır ki, ənfusana, ənfusakum. Yəni, indi keçməyib o tərəfə ki, sonra o deyir, o anası ölmüşlər, onu da bir söz eləyərlər. O mövzudan uzaqlaşmayaq. Məsələ budur ki, çox maraqlı mövzu budur ki, bizim Azərbaycanımızın gəl başlayaq dahilərindən Xaqanisi, Nizamisi, elədir, Füzulisi, Xətaisi, Nəsimisi filan. Bunların arasında bir Allahsızı var. Yoxdur. Bunların bütün əsərlərinə baxırsan, qardeş. Bütün əsərləri başlayır nə ilə? Allahı tərif, tohiddən, Peyğəmbəri tərif, kitabın yazılmağının səbəbi bağlayır
məada yeri gələndə Peyğəmbərin meracından yazırlar, öz əqidələrini ortalığa qoyurlar. Həm də bir adət-ənənə kimi və əsərlərdə o cür Əhsən, başlayırdılar. bütün ta ki gəldi bu şeylər harda dağıldı? Sovetin vaxtında dağıldı.